Baxın Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemə və ondan qabaqki peyğəmbərlərə. Muhammed sallallahu aleyhi ve sellemin başına gələn bizdən birimizin başına gəlsəydi, ən aşağısı infarkt olmuşdu. Adam dünyaya gəlir, atası yoxdur. 6 yaşında ikən anasını yolda itirir. Muhammed sallallahu aleyhi ve sellem özü bastırır anasını. Mədinəyə gəldiyi zaman Məkkədən Mədinəyə gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemin xalaları Mədinədə qalırdı. Anası ilə gəlir xalalarını ziyarət eləməyə, ziyarət edib qayıdan zaman anası yolda ölür. Anasını özü bastırır. 6 yaşında. Muhammed sallallahu aleyhi ve sellem gəlir və yetim böyüyür. Onun bunun evində böyüyür. Alimlərdir ki, Peyğəmbəri Allah hazırlayırdı. Tətinliklərə, uşaqlıqdan. Sonra Muhammed sallallahu aleyhi ve sellemə evlənmək nəsib oldu. Ailə qurdu. Və necə ailə qurdu? Xədicənin mallarını satırdı. Xədicə radiyallahu anh ticarətçi qadın idi. Muhammed sallallahu aleyhi ve sellemə verirdi, malları aparıb satırdı. Muhammed sallallahu aleyhi ve sellem aparıb malları satırdı. Xədicə radiyallahu anh da Muhammed sallallahu aleyhi ve sellemin yanına bir dənə quləm qoymuşdu, balaca oğlan. 13-14 yaşlı ki, nəzarət eləsin Peyğəmbər sallallahu aleyhi ve sellem. Nəsə olsa gəlsin gitsin. Bir yanına qoymuşdu ki, nəsə eləsə məndinə. Bu da gəlib ancaq xeyir danışır. Deyir, yaxşı kişidir, yaxşı kişidir. Belə deyir, belə. Deyir, onunla evlənirəm, evlənəcəm. Xədicə radiyallahu anh. Evlənir Muhammed sallallahu aleyhi ve sellem. Lakin Muhammed sallallahu aleyhi ve sellemin övladları Muhammed sallallahu aleyhi ve sellem sağ ikən ölür. Bir dənə Fatimədən var. Bu da özü bir dərddir. Bir dənəsi yox, 6'sı. 7 övladını 6'sı özü bastırır. Yəni ürək dözməz buna. Nə ilə dayanmışdı Muhammed sallallahu aleyhi ve sellem? İmanla. Çünki adi baxışda bunu heç nə saxlaya bilməz. Daş deyil ki. Daşla dayanmaz. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem'in imanı, Allah subhanahu ve olan imanı ve her şey Allah'tandır bilməsi onu möhkəm saxlayırdı. İbrahim öləndə oğlu dedilər, ey Allah Resulü sən də ağlayırsan? Dedi, əlbəttə. Mən də sizin kimi bir insanam. Gəl, kədərlənir, gözdən yaş gəlir. Dil Allah'ın razı qaldığını deyir. Yəni Allah'ı isyan eləmir. Və həmçinin qövmü onu qovdu. Əmin saydığı qövmü dedi, yalancısan. Təsəvvür etsən, qövmün içində ən etibarlı insansan. Allah'ın risaləsini çatdıranda yalancı olur. Bu da bir zərbədir. Özü kimlər? Əm uşaqları. Çünki Qureyş hamısı əm uşaqları idi. Muhammed sallallahu aleyhi ve sellem qovdular. Yəni bu həyat ağırdır. Biz bunu sadəcə danışdıq 3 dəqiqədə. Bunu yaşamaq, bunun hər saniyəsi, hər anı bu çətinliklərlə dolu bir şeydir. Və həmçinin Muhammed sallallahu aleyhi ve sellemin dəvətinə icabət eləmiş insanların Muhammed sallallahu aleyhi ve sellemin gözünün qabağında əziyyətə düşər olması o da Muhammed sallallahu aleyhi ve sellemin qəlbinə toxunurdu. Bilal radiyallahu anh'ın sinəsinə daşı qoyub deyirlər, denən ki, Latla Uzza ilahdır. Deyirdi, la ilahe illallah. Muhammed sallallahu aleyhi ve sellem bunları görürdü. Niyə görə elə olmuşdu Bilal? Səbəb Muhammed sallallahu aleyhi ve sellem idi. Sa'd ibn Əbu Vaqqas evdə 3 gün ayaqlarından asıldı. Səbəb nə oldu? Muhammed sallallahu aleyhi ve sellem. Hamısının dərdi onaydı. Ammar ibn Yasir'in atası ilə anasını öldürdülər. Ammar ibn Yasir gəldi, Peyğəmbər sallallahu aleyhi ve sellem söydü. Müşriklər dedilər ki, sən söy, sən bıraxaq. O da söydü. Və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bir də tutsalar yenə söyərsən məni. Sonra Allah subhanahu ayə nazillədi. İllə mən ukrihə və qalbuhu mutmainnun bil iman. Yəni küfr edən adamlardan hamısı kafirdir. Amma ikrah altında məcbur şəkildə qəlbi imanla dolu olanlardan başqa. Bu Ammar ibn Yasir'ə görə nazil olur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem çətin vaxtları var. Yəni demək istəyirəm ki, iman gücdür. İnsanın gücü qəlbində olur. Əgər insanın gücü qəlbindədirsə, əzalar güclənir. İnsan özü yekədirsə, amma qəlbi zəifdirsə imanda, heç nə deyilməyəcək. Elə deyil.